Fəsil 4. Gözlərində ilişib qalmışdı yalanındakı həqiqət. Elxan Nəcəfov. Təxminən 3 saat sonra Günay davam gətirməyib, axırıncı dərsdə oturmadan birbaş bura Həzi Aslanov metrosunun yaxınlığındakı təzə tikilənlərdən birinə gəldi. Yeri Zahid nişan vermişdi. Özü də 20 dəqiqəyə yaxın idi ki, onu burada gözləyirdi. Zəng edib qısaca bildirdi. 7-ci mərtəbədəyəm, sakitcə gəl. Ətraf səssizlikdir. Solğun və bezdirici aprel davam edirdi. Günorta olmasına baxmayaraq, mərtəbələrdə heç kəs gözə dəymirdi. Deyəsən tikinti, təmir işləri də çoxdan bitmişdi. Ayağına hərdən dolaşan irili xırdalı taxta parçaları dığırlanıb bozarmış beton pilləkənlərindən aşağı düşür. Sükutu pozurdu. Günay hər dəfə belə olanda ayaq saxlayır. Qorxaqcasına ətrafa nəzər salırdı. 4 gün əvvəl sevgilisinin iş yerində görüşmüşdülər. Onda axşamüstü ayrılmışdılar. Hələ də həmin anları xatırlayanda bütün bədənini əsməcə tuturdu. Tənginəfəs halda 6-cı mərtəbəyə qədər gəlib çatdı. İçində qəribə hisslər, daha qalxma, qayıt get, deyirdi. Başa düşürdü ki, aralarındakı eşq getdikcə ehtiraslarının köləsinə çevrilir. Halbuki eşqin ehtirasdan daha güclü bir hiss olduğunu Zahidi hər görəndə bir daha dönə-dönə dərk edirdi. Amma indi bu barədə düşünə, baş sındıra bilmirdi. Getdikcə həyəcanı daha da artırdı. Əgər bir neçə gün əvvəl həyatında heç vaxt yaşamadığı cinsi yaxınlığın yalnız nəzəriyyəsini bilirdisə, indi artıq bu ilginc prosesin insana yaşatdığı ötəri həzzi bütün hüceyrələri ilə duya bilirdi. Sonuncu pillədə dayanıb dərindən nəfəs almağa, həyəcanını az da olsa yatırmağa çalışdı. Qəfildən sanki onu kimsə qanadlandırıb sevgilisinin yanına uçurtdu. Tərəddüd eləmədən tələsik 7-ci mərtəbəyə qalxdı. Zahid səhərkindən daha sakit və qayğısız görünürdü. Mənzilin təzə salınmış plastik pəncərələrindən birini açıb baxışlarını şəhərin sıx küçələrindəki məchul nöqtəyə zilləmişdi. Azacıq taqqıltı səsinə geri qanırıldı. Seyf qapı da həmin anda açıldı. Günay idi. Gəncin gözlərində işıq göründü. Bu an kövrəldiyini hiss edən təkcə özü olmadı. Adətən hisslərini içində gizlətməyi bacarsa da, bu dəfə Günay bir neçə gündən ondan ötürü necə darıxdığını bütün cizgiləri ilə duya bilirdi. Qapı avtomatik içəridən bağlandı. Dinmədən bir-birinə sarmaşdılar. Hər ikisi özünü noqalay vəziyyətdə hiss edirdi. Hardan başlayacaqlarını, nədən danışacaqlarını bilmirdilər. Bir neçə boş, biri yarıya qədər işlədilmiş semen kisəsi, yararsız alətlər, əlcəklər, taxta parçaları geniş salın hər tərəfinə səpələnmişdi. Nəinki uzanmaq, hətta oturmaq üçün belə münasib yer yox idi. Əlbəttə ki, əgər ustaların masa kimi istifadə elədiyi penoplast bağlaması nəzərə alınmasaydı. Qalın kartonlar isə 3-4 dəfə eninə, uzununa qatlanmış şəkildə bu masanın 4 tərəfinə düzülmüşdü. Faciəvi komfort vəd edən bu kartonlar yəqin ki, kətilləri əvəz edirdi. Günay onu var gücü ilə qucaqlayıb özünə sarı çəkdi. Bir anlıq hər ikisinin ayağı nəyəsə dolaşdı. Qəribə vəziyyət gülüşlərinə səbəb oldu. Görüşdükləri yerə ani nəzər saldılar. Dönüb bir-birinə baxdılar. Eyni şeyi düşünürdülər. Bu, gözlərindən də açıq aydın hiss olurdu. Günayın incikliyi, Zahidin isə tərəddüdləri yoxa çıxmışdı. Qımışdılar. 4 gün əvvəl sevgilisinin iş yerindəki plastikdən hazırlanmış balaca gözətçi otağı bu mənzillə müqayisədə 5 ulduzlu otel sayıla bilərdi. Təbəssümləri anidən yoxa çıxdı. İndi hər ikisi nə istədiyini, daha doğrusu eyni şeyi istədiyinin fərqində idilər. Bəzən ehtiras dalğası heyvani səviyyəyə çatanda insan hər şeyi unudur. Belə olanda bu məxluqların gözlərini qan örtür. Allahın bəlkə də özünün ən ali sənət əsərini sınaq üçün ona bəxş etdiyi bu şəhvət hisslərinin, möminlərin haram, qanunların isə qadağan etdiyi narkomaniyadan daha ciddi və diqqət edici təsirə malik olduğunu insanlar çox-çox əvvəllər duyublar. Buna qarşı insanların əllərindəki yeganə silah iradə idi. Amma onu da təyinatı üzrə istifadə edə bilmirdilər. Zahid onu qamarlayıb qucağına alaraq masanın üstünə gətirdi. Günay bu dəfə qətiyyən etiraz etmədi. Hətta indi hərəkətlərində tələskənlik hiss olunurdu.